Mənim fikrimdən asılı olmalı bir dənə var ki, pul çox şey həll eləyir, amma həmişə həll eləmir. Pulun həll eləmədiyi vaxtlar da var. Yaxşı olar ki, şəxsiyyət, sənət, yaxşı əməllərlə tanınsın insanlar. İnsana öz əməllərinə görə hörmət qoyurlar. Yaxşı işlərinə görə, xeyirxah işlərinə görə hörmət qoyulmalıdır. Qoyulur da. Pul elədir ki, hər şey yararlıdır. Yəni hörmət əsas puldan ibarətdir. Bugünkü gündə cibində 1 manat belə olmasa, yəni sənə heç kim salam verməyəcək. Yəni ailədən kənar, yəni kənar insanlarda ancaq pul olursa, yəni hörmət də olur. Demək olar ki, indiki dövrdə 90% bu sözlə razılaşmaq olar. Ancaq tam da yəni demək olmaz ki, yəni pulu varsa bir insanın, demək odur ki, hörmət də var. Yəni insanlar ki var, həqiqətən pulları var, amma yəni hardan baxsan 1 qəpiklik də hörmətləri yoxdur. Amma yəni pulsuzluq insanı hörmətdən sala bilər aşağı. Çünki insanlar pulsuz qalanda borc alırlar, borca ehtiyacları olur, borcları alırlar və ondan sonra qaytara bilmirlər. Etibarsız bir şəxs olaraq görünür qarşı tərəfin gözündə. Öncəliklə məncə insana qətiyyən puluna görə hörmət qoymaq lazım deyil. Pul çox şeydə lazımlı olsa da, yəni şəxsiyyət formalaşdırmır. Sadəcə istədikləri əldə edirsən, yəni maddi köməkliklər göstərir sadəcə. Yəni mənəviyyatla heç bir dəxlisi yoxdur. Hörmət qazanmaq üçün öncəliklə yaxşı bir şəxsiyyətin olmalıdır. Yəni hörmət davranışlara baxır. Mənə görə yəni pul o qədər də vacib deyil. Yəni zaten pul sırf əyləncə üçün olsun, ya həyatımızın xüsusi, yəni necə deyim, xüsusi bir yerində sadəcə istifadə etmək mümkündür ki, hörmətə bağlıdır hər şey. Yəni qarşınızdakı insana hörmət etmədiyiniz sürəcə pulunuzun olub-olmamağı çox bir vacib deyil məncə. Yəni mən ətrafımda şəxsən çox insan daşımam ki, hörməti qarşımdakı insan hörmətinə əsasən hərəkət edərəm. Qarşımdakı hörmət sahibi deyilsə, nə olsun ki, pulu var. Yəni əgər hörmət sahibi deyilsə, məncə ətrafımda olmağına ehtiyacı da yoxdur. Ümumiyyətlə belə baxırlar da, belə deyək, pulun yoxdursa səni biraz az tanıyırlar, az önə çəkirlər. Yəni yox, pul hər şey demək deyil. Sadəcə pul, belə deyək, dost-tanış arasında pisikməmək üçün bir vəsaitdir. Amma heyf ki, hamı o baxımdan baxmır. Heyf ki, hamı o gözlə baxmır, o düşüncədə deyil. Amma indiki zamanla ayaqlaşaraq görürsən ki, bəli, pul çox şey həll eləyir. Amma insanlığı, şəxsiyyəti, mərifəti heç vaxt pul ödəmir. Amma mən düşünürəm ki, insandan insana dəyişir. Məsələn, mən və yaxud da mənim yaxınımda olan insanlar belə düşünmür. Pula görə hörmət qoymaq da düzgün bir şey deyil. Çünki elə insanlar var, maddiyyatı çox olmasa da, həmin insanların ürəyi böyükdür, yaxşılıq edirlər. Ancaq bəzi insanlar var, pulu var, amma heç, yəni o üzdən yaxşı, içdən pis olanlardır. Yəni ona görə də mən bu fikrə qatılmıram ki, hər pulu olana hörmət qoyulur.